gelir, başını dik tut ağlama. Qara giyin yasını tut, ürəyini çox dağlama. Balam yardan ayrı düşüb, balasından ayrı düşüb, qan içində əzab çəkib, onu bərk-bərk qucaqlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Nə olar ana, can ağlama. İncitmə balan yatır, sevgisi talan yatır. Ana şəhidlər ölməyir, yeri hər an qəlbimizdə. İndi yatır şirin şirin məkanında, cənnətində. Ruhu göylərdən baxır, gözümüzdən qan yaş axır. Balası yaman darıxır, onun qəlbini dağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Nə olar anam, can ağlama. İncitmə balan yatır, sevgisi talan yatır. Ne olar ana, çox ağlama, ürəyimi dağlama. Şəhidlər ölmür, torpaq uğrunda, vətən uğrunda can verir. Ne olar ana, ağlama. Şəhidlər ölmür ay ana. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Nə olar ana, can ağlama. İncitmə balan yatır, sevgisi talan yatır.
Azərbaycan bütün cəmaət adından, rəhbərlik adından, öz adından, başda şəhid valideynlər yəni bugün biraz istəyirəm ki, balaca yoldaşlar bilir, biraz xəstəyəm, biraz əsəbləşmişdim, ona görə bilmirəm valla nə danışım. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Söz veriyorum. Allah şəhidimizə rəhmət eləsin. Məkanı cənnətin eləsin. Bir qardaşımızın Allah ruhunu şad eləsin. Cənnətlər mübarək olsun. Sağ olun. Tədbir iştirakçılarımız, başta şəhid analarımız, şəhid atalarımız olmaqla gələn qonaqlar, hər bir salamlayıram. Bu günləri məlumdur ki, Elton balamızın cənnətdəki 5-ci doğum il dönəminə yığışmışıq. Allah ruhunu şad etsin. Atası Ülkar qardaşımız bizim aramızda yoxdur, dünyasını dəyişib. Allah ruhunu şad etsin, Allah rəhmət etsin. Allah rəhmət etsin, qalanlarına can sağlığı versin. Allah şəhidlərimizin ruhunu şad etsin. Qazilərimizə can sağlığı versin. Hörmətli qonaqlar, hörmətli müəllimlər, şahidlərimiz, bu günləri bildiyiniz kimi biz 30 il işğal altına qalmış torpaqlarımızın azadlığı uğrunda, azad olunmasında öz cavan canlarından fəda etmiş qəhrəmanlarımızdan biri Elton balamızın bugün 5-ci il dönümünə yığışmışıq. Görüşmüşük və onun 5-ci il dönümünü qeyd edilir. Əlbəttə bildiyiniz kimi müharibə deyilən bir anlam çox çətin bir şeydir. Yəni müharibə elə belə başa gəlmir. Müharibə dağıntı, itki, necə deyirlər, fəsadlarla bağlıdır. Müharibənin adı gələndə insanların, necə deyirlər, hətta belə deyilən fikir ayrılıqları cürbəcürdür. Bu günləri biz bizim o qəhrəmanlarımızı, necə deyirlər, yad edirlər. Bax, bir şey sizə deyim ki, bizim bu torpaqlarımızın azad olunmasında, bizim bu canlarını fəda etmiş şəhidlərimiz, qazilərimiz, necə deyirlər, hamısı 94-cü ildən sonra, 90-cı illərdən sonra dünyaya göz açan uşaqlarımız olub, evlatlarımız olub. Onlar bu dünyanın şirinliyini dadmadılar. Bu qələbəni əldə eləsələr də, necə deyirlər, özləri bu zəfəri dadmadan həyatdan, necə deyirlər, həyatla vidalaşdılar. Hansını Allah rəhmət eləsin. Mən arzu edirəm ki, ümumiyyətlə bu gün elə həyatda olan valideynlərlə bir şey, özümü də onlara qatıram. Yəni, onu arzu edirəm ki, bu dünya müvəqqətidir. Dünyadan keçəndən sonra o şəhidlərin, necə deyim, şəfayətinə nəsib olar. Onların bir cənnət əhlidirlər, inşallah. Allah sizləri var eləsin, gələn ayaqlarınız var olsun. İndi də bizim növbəti şəhərimizə məqamları uca olsun, Elton balamızın timsalında. Yəni, onlar bizə bu azadlığı bəxş edilər. Yəni, məktəb kollektivinə başda olmaqla, yəni, təşəkkürümü bildirirəm ki, yenə həmişəki kimi, yəni, bizim balalarımızı işıqlandırırlar, bizim yanımızdadılar. Burada iştirak edən bütün insanlarımıza Allah'tan can sağlığı arzu edirəm. Ahirdə mən həmişə deyirəm, 2000-ci illərdən bəri biz orada tədbirlər keçirmişik başqa kəndlər kimi və həmişə fəallığı ilə seçilib. Ona görə mən istəyirəm bugün onlar sözləri desinlər burada. İndi də Ana Vətən Partiyası bizim rayon təşkilatının sədri, bizim Zahirə xanıma söz verirəm. Salam, sabah xeyir olsun. Şəhid Allah bütün şəhidlərimizə. Mirzəyev Elton Vüqaroğlu'nun səhər mən el muzeyində də oldum, onu ziyarət elədim. Şəhidimizin atası da dünyasını dəyişib. Allah onun da yerin cənnət eləsin. Necə evladının yeri cənnətdirsə, bizim şəhidlərimiz hamısı cənnət mələkləridir. Allah deyək, müəllimlərdir, şagirdlərdir, məktəb direktorudur. Burada iştirak edənlərin hər birinə də təşəkkür edirəm ki, həmişə şəhid ailələrimizin yanında olurlar. Var olun, əziz məktəblilər. Sizə baş sağlığı diləyirəm. Şagirdlərimizə söz verin.
Sakit olun. Bize Allah'tan rahmet dilerim. Bizim borcumuz her zaman onları hatırlamak. Yetiştirdiğimiz yeni nesiller, onların qəhrəmanlıqlarını aşılamak. Allah her birine rahmet eylesin. Biz size borcluyuz. Biz size bir hayat borcluyuz. Çalışırıq ki, o şəhidlərə layiqli vətəndaş yetiştirək. Allah şəhidlərimizə rəhmət etsin. Ben de bütün şehit analarını, bütün şehit atalarını, şehit Allah'tan rahmet dileyim onlara. Vətən müharibəsi bildiğiniz gibi bizim şanlı tariximizdir. Şəhidlərimiz, qazilərimiz bizim gurur mənbəyimizdir. Şəhidlərimizin fədakarlığı sayəsində onların qanı, canı bahasına biz torpaqlarımızı düşman taxtağından azad eləmişik. Azərbaycan Respublikasının prezidenti Cənab Ali Başkomandan İlham Əliyev şəhidlərimizin xatirəsini həmişə əziz tutur. Qazilərimizin sağlamlıqlarının bərpasını daim diqqət mərkəzində saxlayır. Torpaqlarımızın düşman taxtağından azad olunması uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əziz şəhid anası, əziz şəhid atası. Siz həmişə sizin başlarınız uzadır. Onlar Azərbaycan tarixində qızıl hərflərlə səhifələr yazmışdılar. Onlar nə qədər ki Azərbaycan xalqı var, onlar yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirlərin nurla qoysun. Sağ olun. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəzdi şəhidlər, əyninə qanından bir köynək geyib, vətən uğrunda çəkdi şəhidlər. Ay ana, saçını dərddən ağartma, gəlib gedənlərdən oğlunu sorma, qara bəxtim deyib yanıma alışma, adını tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər, tək vətənimiz düşməsin dara, baxmayıb soyuğa, borana qara, cavab vermək üçün o azğınlara, bütün çətinliyə əzaba dözdü şəhidlər. Müharibə keçir, neçə il, neçə ay, ürəkdən gülə bir şəhid anası, oğluna körpə vaxt oxumuşdu laylar, indi qəbrin üstündə çəkin ahı var. Bir ana kimi doyutmaq istəyirdi oğluna, oğlundan sonuncu zək gəldi telefona. Ana məni bağışlanacaq, qala bilmədim yanında soracaq. Bu göz yaşlarımda saçına düşdü deyil, necə də qoca olmuşdum qəmdən, kədərdən. Oğlu ilə nə qədər vardı arzuları, bütün olmuşların arzuları, xəyallar. Ey şəhid anası, sən məğrur yaşa, İkizlər mərtcəsinə getdirər savaşa. Oğlun ilə fəxr edir indi bütün cahan, şəhidlər sayəsində yaşar Azərbaycan. Qarabağ Türk bayrağıdır, yenə ilə qalacaqdır. Qarabağda göz tikənlərin başlarından olacaqdır. Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır. Qarabağ Azərbaycandır, gerisi cəhəngiyatdır. Şəhidlərim, qazilərim, Qarabağ artıq azaddır. Sənə yollar dilərəm, məşəl kimi alıbsan, oduna mən də yanıb, doğma Azərbaycanım. Sənin varlığın üçün tükənməyən varım var, canını qurban verən igid oğullarım var. Səni qurub yaradan çox güclü dövlətim var, arxanda dağlar kimi dayanan millətim var. Analar ağlar qaldı, neçə şəhidlər qurban getdi, qaldı, neçə ürəklər yandı, tarixin yadda qaldı, cavan şəhid balalar. Canım incitme balan yatır, sevgisi talan yatır. Ne olar
ürəyimi dağlama. Şəhidlər ölmür torpağında, vətən uğrunda can verir. Nə olar ana ağlama. Şəhidlər ölmür ayanım. Evinin çırağı sönüp ümidin əsrətə dönür. Gözlerin kanla dolup kurbanım oldum ağlama. Evinin çırağı sönüp ümidin əsrətə dönür. Gözlerin Bura buyuruz. Gelen insanların, sizin dairinin gelen nümayəndələrin ayaqları var olsun dedik. Bu günləri cənnətdə olan şəhidlərimizdən Elton balamızın bugün anım günüdür. Biz bu günləri buraya yığışmışıq onu yad etmeye. Ben onu yad etmek için keçdiyi günlərdən bir neçə səhvəni deyə bilərəm. Elton həqiqətən də çox düşüncəli bir cavan idi Elton. Elton həmişə mənim yanımda, mənim sevdiyim ən əziz evlatlarımdan ayırmadığım ən əziz bir nəfər. Eltona mən həmişə hər şeyimi etibar eləmişəm. O mənim yanımda çalışırdı. Az bir müddətdə mən deyərəm ki, nəinki şəhərdən, Bakıdan, Səlyan, Bakı, hər yerdən onun sevdiyi insanlar. Gələn şəhid analara, atalara təşəkkürümü bildirirəm. Müəllimələrimizə, müəllimlərə, şagirdlərimizə, kənd cəmaatımıza öz təşəkkürümü bildirirəm. Bir məhrum, Allah onu elə müqəddəs yaradıb ki, hətta onların ayağının altı insan üçün, övlad üçün cənnət. Yəni o cənnəti Allah Teala hər bir övlada, hər bir insana nəsib eləsin. Yəni o məqamı bizə də nəsib eləsin, anamızın ayağının altında yataq. Amma bu yiğitlərin bu günləri ziyarətgahlarına gəlmək, Məkkə Mədinəmiz bugündən belə bulur. Bizim elə bilirsiniz ki, biz elə Hacca gedəcək, Kərbəlaya gedəcək. O da ilahi qismət. İnandırım ki sizi, Allah'ın olsun ben 17 yaşında o torpaqlara getmişəm. Amma orada cəhd eləməmişəm. Çox qohumlar, əqrəbələr mənə məcbur edib